Salam, bugün sizinlə kinds of sentences, yəni cümlə növlərini öyrənəcəyik. İngilis dilində 4 dənə cümlə növü var. Birincisi nəqli cümlələr, declarative sentences, sual cümlələri, interrogative sentences, nida cümlələri, exclamatory sentences və əmr cümlələri, imperative sentences adlanır. Birinci gəlin nəqli cümlələrdən başlayaq. Nəqli cümlələr, yəni declarative sentences, ingilis dilində ən çox istifadə olunan cümlə tipləridir və bu cümlələr hər hansı bir məlumatı vermək məqsədi ilə istifadə olunur və nəqli cümlələrin sonunda nöqtədən istifadə edilməlidir. İngilis dilində nəqli cümlələrdə cümlə quruluşu belədir. Birinci cümlənin mübtədası gəlir, daha sonra xəbəri, daha sonra isə digər cümlə üzvləri istifadə edilir. Nəqli cümlələr özü iki cür olur. Təsdiqdə olur və inkarda olur. Təsdiqdə olan nəqli cümlələr affirmative sentences, inkarda olanlar isə negative sentences adlanır. Artıq bizə təsdiqdə olan nəqli cümlələr məlumdur. Gəlin inkarda olan nəqli cümlələri öyrənək. İnkar cümlələr dediyim kimi negative sentences adlanır və inkar cümlələrdə hər hansı bir inkar sözlərdən, inkar əvəzliklərdən və s. istifadə edilir. Bunlardan hər hansı biri istifadə edilə bilər. No, none, neither və hər hansı birinin istifadə edilməsi həmin cümlənin inkarlığını, həmin cümləni dəyişir, inkarlıq verir həmin cümləyə və ingilis dilində bir cümlədə 2 dənə inkarlıq istifadə edilə bilməz. Bir sadə cümlədə yalnızca bir dənə inkarlıqdan istifadə etmək lazımdır. Məsələn, Helen didn't know nothing demək olmaz. Çünki bu cümləmiz artıq sadə cümlədir və bu sadə cümlənin daxilində bir dənə inkarlıq ola bilər. Ya didn't demək lazımdır, ya da ki nothing demək lazımdır. İkisini bərabər istifadə etmək olmaz. Helen knew nothing belə demək olar və ya Helen didn't know anything. Bu cür istifadə etmək lazımdır. Və cümlədə olan no-ya xüsusi diqqət etmək lazımdır. Çünki no sual söz cümlə olduğu zaman özündən sonra vergül qoyulur və özündən sonra vergül qoyulanda ikinci tərəf inkarda olur. Yəni yuxarıda nə demişdim? Bir cümlədə 2 inkarlıq olmaz. Amma əgər no-dan sonra vergül qoyulubsa, ikinci tərəfin mütləq şəkildə inkarlıq istifadə etmək lazımdır. Yox, əgər no-dan sonra vergül qoyulmayıbsa, ikinci tərəfi inkarda yox, təsdiqdə vermək lazımdır. Məsələn, no people were not demək olmaz, vergül qoyulmayıbsa. No people were demək lazımdır. Və həmcins üzvlərdə inkarlığa xüsusi diqqət etmək lazımdır. Həmcins üzvlərdə inkarlığı verərkən no or, not or, neither nordan istifadə etmək lazımdır. Qeyd edeyim ki, bu sözlərin ikinci tərəfi dəyişə bilməz. Yəni biz no or demişiksə, no nor demək olmaz. Eləcə də neither nor deyiriksə, neither ordan istifadə etmək olmaz. İkinci tərəflər qəti olaraq dəyişmir. Sadəcə olaraq bunların fərqi nədən ibarətdir? Nodan sonra or gələndə hər hansı bir təyin edici olmaz. Yəni təyin edici olmaz deyəndə article olmaz, hər hansı bir təyin edici any və s. istifadə edilə bilməz. Məsələn, mən no a book or a TV deyə bilmərəm, amma digərlərində, yəni not or, eləcə də neither nor olanda article və ya any istifadə edə bilərəm. Məsələn, mən neither a book nor a table deyə bilərəm. İnkar cümlədə nələr olmur? Bunlara xüsusi diqqət etmək lazımdır. İngilis dilində inkar cümlələrdə some və onun törəmələri olmaz, both and olmaz, to also olmaz. Və inkara çevirəndə nə etmək lazımdır? Tutalım ki, bizə bir təsdiq cümlə verilibdir və deyir ki, bu təsdiq cümləni inkara çevir, necə edəcəyik? Bu zaman deməli bothdan istifadə eləyiblərsə təsdiq cümlədə both-u neither-dan, all-u none-dan, also və to-yu either-dan, both and-i neither nor-dan, eləcə də either or-u neither nor-la əvəz etmək lazımdır. Və əgər cümlədə, inkar cümləmizdə don't, doesn't və didn't vardısa, ondan sonra gələn feilin to-suz məstər formasında olmağına diqqət etməliyik. Yəni don't-dan, doesn't-dan, didn't-dan sonra to gəlməz, üstəgəl feil məstər formasında olar. Yəni feilin sonuna ing, ed, ses yazmaq olmaz. Məsələn, cümləyə fikir versək, he doesn't read olmaz. Çünki dediyim kimi doesn't-dan sonra feil məstərdə olar. Məstər odur ki, feilin qarşısından to hissəciyi atılsın və feil məstər formasında olsun. Yəni sonunda ing olmasın, ses olmasın, ed olmasın.
Və cümlədə olan həvə xüsusi diqqət etmək lazımdır. Xüsusən də əgər bizə testdə soruşursa ki, düzgün inkar cümləni seç, bu zaman həvdən sonra not artıra bilərik, yoxsa yox, bu artıq sual işarəsidir. Nəyə görə? Çünki həvdən sonra biz həm not artıra bilərik, həm də artırmaya bilərik. Bu zaman iki məqama diqqət edirik. 1. Əgər həvdən sonra got gəlibsə, not yaza bilərik. 2. Əgər həvdən sonra participle to gəlibsə, həvdən sonra not yaza bilərik. Participle to nə idi? Participle to əsas feilin keçmiş zaman feili sifət forması idi. Feillər iki cür olur: qaydalı, qaydasız. Qaydalara et, qaydasızları isə kökündən dəyişirik. Məsələn, I have got a car. Bu zaman have-in yanında got var. Demək ki, have not artırmaq mümkündür. Yəni mən I haven't got a car deyə bilərəm. Eləcə də I have written letters. Burada have-dən sonra written, yəni participle to gəlibdi. Buna görə də have-dən sonra not artırmaq mümkündür. I haven't written deyə bilərəm. Yox, əgər cümləyə fikir verirsiniz, ifadəyə fikir verirsiniz. Əgər have-dən sonra got gəlməyibsə, have-dən sonra participle to gəlməyibsə, have-dən sonra not artıra bilmərik. Məsələn, diqqətlə baxaq. I have tea. Bu zaman have-dən sonra nə got gəlibdi, nə də ki participle to gəlibdi. Birbaşa isim gəlibdi. Demək ki, mən have not artıra bilmərəm. Yəni mən I haven't tea deyə bilmərəm. Bu zaman nədən istifadə etməliyəm? Zamana uyğun olaraq və şəxsə uyğun olaraq don't, doesn't və ya didn't-dan istifadə etməliyəm. Və deyə is, deyə are tipli cümlələri inkara çevirərkən iki üsuldan istifadə edə bilərik. Eləcə də deyə was, deyə were tipli cümlələri inkara çevirərkən iki üsuldan istifadə edirik. 1. Bunlardan sonra no və yaxud da not yaza bilərik. Yəni bunlardan sonra no da yazıb inkara çevirsək doğrudur. Not və yaxud da ki apostrof t qısa formada istifadə eləsək də doğrudur. Məsələn, mən there is no sugar da deyə bilərəm. There isn't sugar da deyə bilərəm və hər ikisi doğrudur. Gələk interrogative sentences, yəni sual cümlələrinə. Sual cümlələri məlumat almaq məqsədi ilə istifadə olunur və sual cümlələrinin sonunda əlbəttə ki, sual işarəsindən istifadə edilir. İngilis dilində sual cümlələrinin 4 dənə növü vardır. Ümumi suallar, general və ya yes no questions, xüsusi suallar special questions, seçmə suallar alternative questions, eləcə də ayrıcı suallar disjunctive or tag questions. Ümumi suallar necə olur? Adından da görünür, ümumidir. Yəni cümlənin ümumi bir məzmununa sual vermək üçün istifadə olunur. Cümlədəki xüsusi nəyisə sual vermir, xüsusi spesifik nəsə istəmir, ümumi bir sual verir. Və ümumi suallar necə düzəlir? Ümumi suallar çox önəmlidir bu hissəsi. Ya köməkçi feilindən başlayır, ya da ki modal feilindən. Köməkçi feilindən başlayanda do, does, did və s. bunlardan istifadə edilir. Eləcə də modal feilindən başlayanda can, could və s. modal feillərdən istifadə etmək lazımdır. Ümumi sualların digər adı yes no questions'dır. Yəni bu o deməkdir ki, ümumi suallara ya yes, bəli, ya da ki no, xeyr deyə cavab vermək lazımdır. Məsələn, o kimdir sualına yes demək olmaz və yaxud da ki no demək olmaz. Buna xüsusi bir cavab vermək lazımdır. Amma məsəl üçün sən kitab oxuyursan, biz buna yes və yaxud da ki no deyə cavab verə bilərik. Ümumi suallara cavab verəndə nəyə diqqət edirik? Əgər yes vergül yazıbsa digər tərəfdə, yəni ikinci tərəfdə not və ya apostrof t olmaz, inkarlıq olmaz. Amma əksinə nodan sonra vergül yazıbsa ikinci tərəfdə apostrof t-dan istifadə etmək lazımdır. Və nə ilə sual veririksə, onunla da cavab verməliyik. Yəni mən sualı dazdan vermişəmsə, cavabı diddən seçə bilmərəm. Eləcə də məsələn can-lə vermişəmsə sualı, could-la cavab seçə bilmərəm. Və ümumi suallarda diqqət edirsiniz cümlənin quruluşuna. Cümlə quruluşu belə olur. Birinci köməkçi feil gəlir, sonra mübtəda, daha sonra isə xəbərdən istifadə etmək lazımdır. Söz sırası pozulsa cümlə səhv olacaqdır. Gələk xüsusi suallara. Xüsusi suallar ingilis dilində special questions'dır və adından da görünür xüsusidir. Yəni cümlənin xüsusi bir üzvünə sual verir. Məsələn, sən nə vaxt yuxudan oyanırsan? Nə vaxt sualını verir burada? Demək ki, zaman zərfinə sual verir və yaxud da ki, sən axşamlar nə edirsən deyir. Yəni cümlənin xəbərinə sual vermək üçün istifadə edilir. Xüsusi bir dənə üzvünə sual vermək üçün istifadə edilir. Əgər testə düşsə ki, choose the correct special question, həmin cümlədə
Cümlələrdə nəyə diqqət edəcəksiniz? Həmin cümlələr ya WH ilə başlamalıdır, ya da ki, how ilə başlamalıdır. Təbii ki, iş bununla da bitmir. Yəni WH ilə başladı, cavab doğrudur. Elə bir şey demirəm. Sadəcə olaraq variantları çıxmaq üçün bu önəmlidir. Yəni ya WH ilə başlamalıdır, ya da ki, how ilə başlamalıdır. When, where, how long, how much kimi suallardan istifadə eləyirik. Və xüsusi sual cümlələrində də çox önəmlidir ki, biz fikir verməliyik cümlədə söz sırasına. Demək, birinci sual söz gəlir. Sual söz yuxarıda qeyd elədiyim where, when və s. bunlar gəlir. Daha sonra köməkçi feil, daha sonra mübtəda və xəbər gəlir. Yəni birinci hissə sual sözlə başlayır. Digər tərəflər isə ümumi suallardakı kimidir. Yəni köməkçi feil, mübtəda və xəbər gəlməlidir. Əgər bu cür olmasa, məsələn, where gəlibdir, where-dən sonra köməkçi feil yoxdur, do, does, did yoxdur, demək ki, bu cümlə artıq səhvdir. Və xüsusi suallara biz yes, no ilə cavab verə bilmərik. Məsələn, when does your granny wake up? Sənin nənən nə vaxt yuxudan oyanır? Biz bunu artıq yes, bəli deyə bilmərik, no, xeyr deyə bilmərik. Xüsusi bir cavab seçib deməliyik. Və buradan da artıq cümlə quruluşunu biz görürük. When, yəni sual sözü işlənir. Daha sonra does, yəni köməkçi feil işlənir. Sonra your granny, yəni mübtəda. Daha sonra isə wake up xəbər istifadə edilir. Qeyd edeyim ki, cümlənin xəbəri mütləq ki, bu cümlə quruluşunda olmalıdır məsdər formasında. Və əgər biz cümlənin mübtədasına sual veririksə, who və what-dan istifadə edirik. Canlılar üçün who, cansızlar üçün what sualından. Əgər cümlənin xəbərinə sual veririksə, what, do ifadə sualından istifadə edirik. Görürsüz ki, arada boşluq yazmışam. Demək ki, başda what gəlir, daha sonra cümlənin mübtədası, onu what gəlir, daha sonra cümlənin köməkçi feili gəlir, daha sonra mübtəda, ondan sonra isə xəbər olaraq do etmək feilindən istifadə edilir. Biz bilirik ki, do həm köməkçi feil ola bilir, həm də ki, əsas feil ola bilir. Tamamlığa sual verəndə biz who, whom, what-dan istifadə edə bilərik. Görürsüz ki, mübtədada da who, what var, tamamlıqda da who, what var. Burada bir fərq varmı? Əlbəttə ki, var. Əgər tamamlığa sual veririksə, cümlənin sonunda mütləq sözünü olmalıdır. Məsəl üçün, who ilə başlayır, cümlənin sonunda sözünü vardır. Demək ki, tamamlığa sual veribdir. Və yaxud da what ilə başlayır, cümlənin sonunda sözünü vardır. Demək ki, cümlənin tamamlığına sual verilibdir. Və cümlənin tamamlığına sual verəndə, yəni cümlənin sonunda sözünü vardısa, demək ki, burada köməkçi feillərdən, do, does, did-dən istifadə edirik. Cümlənin mübtədasına sual verəndə, yəni cümlənin sonunda sözünü yoxdursa, artıq who-dan və what-dan sonra do, does-dan istifadə etmirik. Məsələn, gəlin nümunə yazım, daha aydın olsun sizin üçün. Məsəl üçün, deyirəm ki, who was in the sun. Demək, bu ikisi fərqlidir. Necə olacaqdır? Who-dan sonra cümlənin tez sonuna baxın. Əgər cümlənin sonunda sözünü yoxdursa, bu hissədə, yəni who-dan sonraki bu hissədə do, does, did-dən və yaxud da əmizardan istifadə edə bilmərik. Yox, əgər who-dan sonra cümlənin sonunda sözünü vardısa, mütləq ki, who-dan sonra gələn söz do, does, did, eləcə də am, is, are və s. olmalıdır. Çünki biri mübtədaya sual verir, biri tamamlığa sual verir. Tamamlığa sual verəndə cümlənin sonunda sözünü olmalıdır. Sözünü olanda burada mütləq ki, köməkçi feildən istifadə etmək lazımdır. Yox, əgər mübtədaya sual veririksə, artıq köməkçi feildən istifadə etmirik. Və zaman zərfinə sual verəndə when, what time, how often və s. istifadə edə bilərik. Səbəb zərfinə sual verəndə why və ya what for-dan istifadə edirik. Burada nəyə diqqət edirik? Əgər cümlə why ilə başlayırsa, for-la bitə bilməz. Yəni cümlənin başına why yazım, cümlənin sonuna for yazım, belə bir şey olmaz. What olanda for yazırıq, amma why olanda cümlənin sonu for ilə bitməz.
Yer zərfi olanda where və ya which indən, miqdar zərfi olanda how many və ya how much-dan istifadə eləyirik. Və əgər cümlədə how many və how much varsa, there is there tipli cümlə olur. Və there is there tipli cümlə olanda diqqət eləyin ki, izlə arın yeri dəyişsin. Yəni izlə daha doğrusu z-nin yeri və ya arla z-nin yeri dəyişsin. Məsələn, how many cars there are in the yard deyə bilmərəm. How many cars are there in the yard deyərəm. Yəni are there-dən əvvələ keçməlidir. Gəlin baxaq alternative questions, yəni seçmə suallara. Seçmə suallar adından da görünür, seçim bildirir. Məsələn, sən kofe xoşlayırsan, yoxsa çay? Deməli, bu cümlə seçim bildirəcəkdir. Bu cümlələr nə ilə düzəlir? Alternative questions, yəni seçmə suallar or-la düzəlməlidir. Məsələn, sizə testdə choose the correct alternative questions düşsə, variantdan or olanı seçirsiniz. Yəni digər tutalım ki, 5 dənə variant var. 5 dənə variantdan ikisində or var, onu saxlayırıq. Əsasən də belə olur. 5 dənə variantdan ya birində ya da ikisində or olur. Yaxşı, məsələn, ikisində or olsa necə edəcəyik ki, deyirik ki, alternative questionsda or olmalıdır. Deməli belə, əgər 2 variant qalıbsa sona, ikisində də or vardısa, diqqət edin ki, sual cümləsi olsun. Yəni cümlələrin birində sual cümləsi formasında olmur. Cümlələrin biri mübtəda ilə başlayır, digəri köməkçi fe'li ilə başlayır. Sual cümləsi olmağı üçün köməkçi fe'li ilə başlamalıdır. Yəni siz 2 dənə or olan variant arasında qalsanız, köməkçi fe'il və yaxud da ki, modal fe'lindən başlayan sual cümləsini seçməlisiniz. Və tag questions. Tag questions nədir? Tag questions ayrıca suallardır və bizim dilimizə eləmi, elə deyilmi kimi tərcümə olunacaqdır. Və tag questionsda 2 tərəf var, 2 hissəlidir. Birinci hissə və ikinci hissə olur və bunu seçmək çox asandır. Cümlə vergüllə ayrılacaqdır tag questionsda. Birinci hissə nəqli cümlə kimi olur, ikinci hissə sual cümləsi kimi olur. Məsələn, she could speak in German. Fikir versəniz, she mübtəda, daha sonra could xəbər istifadə edilib. Mübtəda xəbərdirsə, demək ki, bu cümlə nəqli cümlədir. İkinci tərəfdə isə sual cümləsi formasında olur. Couldn't she? Could she-dən əvvələ keçdiyinə görə olur sual cümləsi. Demək, birinci cümləmiz nəqli cümlədir, ikinci cümləmiz isə sual cümləsidir. Və bir tərəf təsdiqdirsə, digər tərəf inkar olur və ya tam əksinə bir tərəf inkardırsa, digər tərəf təsdiq olur. Məsələn, fikir versəniz, burada coulddur, ikinci tərəfdə couldn't istifadə edirəm. Yəni, burada təsdiqdir, ikinci tərəfdə inkar verirəm. Və ya əksinə, birinci tərəf couldn't olsaydı, ikinci tərəfi could yazmaq lazım idi. Yaxşı, bəs ikinci hissəyi biz nə yazacaq, necə bilək? İkinci hissəni tapmağın bəzi qaydaları var. Məsələn, birincisi to be. Əgər cümlədə to be vardısa, elə özündən istifadə eləyirik. Məsələn, she was a teacher, wasn't she? Deməli, burada was-dan istifadə elədiyimizə görə ikinci tərəfdə wasn't olur. Və yaxud da children are happy, burada are var deyə ikinci tərəfdə aren't olur. Və yaxud da ki, təsdiq inkar məsələsi dəyişir, bilirsiniz ki. Modal feildirsə yenə özü ilə cavab verilir. Burada have olanlar istisnadır. Digər modal feillərdə can, must, could və s. hansı ilə verilibsə, onunla da sual düzəlir. Məsələn, Elvin can sing songs. Burada can desə, ikinci tərəfdə cannot veririk. Could olsaydı, could not verərdik. Must'ı, mustn't veririk. Should olsa, shouldn't verərik. İstisnamız nədir? Have-lərdir. Niyə istisnadır bu? Ona görə ki, biz modal feilləri keçəndə demişik ki, have to, has to, had to, eləcə də will have to öz sual inkarını özü düzəltmir. Düzəldə bilmədiyinə görə bu suallarda da düzəldə bilməyəcəkdir. Əgər cümlədə have to istifadə edilibsə, don't-dan istifadə edirik. Has to-dursa doesn't-dan, had to olsa didn't-dan, will have to olsa won't-dan istifadə etmək lazımdır. Məsələn, they have to go to school. Onlar məktəbə getməlidir. Burada have-dən sonra to gəlibdir. Qəti olaraq have-dən sonra to gələndə özünü yazmırıq bu birisi tərəfə. Have to-dursa bu zaman don't-dan istifadə etmək lazımdır. Eləcə də has to olsaydı cavabda doesn't-dan istifadə edərdik.
Yuxarıda da izah etmişdim ki, sizə iki halda have özü düzəldəcəkdir. Bunlardan birincisi, əgər have-dən sonra got gəlibsə, özü düzəldir. İkincisi, have-dən sonra participle to gəlibsə, özü düzəldir. Məsələn, she has got a car. Artıq has-in yanında got olduğuna görə özü ilə düzəldirik, yəni hasn't deyirik. Eləcə də they have finished. Artıq have-in yanında participle to olduğuna görə ikinci tərəfi özü düzəldir, yəni haven't-dan istifadə eləyirik. Dördüncüsü, əgər cümlədə tutalım ki, to be yoxdur, am is are və ya modal feillər yoxdur. Bu zaman nə edirik? Çox sadə cümlənin zamanına baxırıq. Zamana uyğun olaraq do, does və ya diddən istifadə etmək lazımdır. Məsələn, he played in the basketball team, didn't he? Bu zaman deməli cümlənin xəbərinə baxırıq. Played sonunda ed sonluğu vardı. Ed olanda bilirik ki, keçmiş zamandır və keçmiş zamanda ikinci tərəfdə didn't-dan istifadə edirik. Eləcə də she was. Burada artıq was deyir. Yəni sonunda es vardı. Es olduğuna görə bilirəm ki, indiki sadə zamandır. İndiki sadə zaman olduğuna görə doesn't-dan istifadə eləyirəm. Və inkar cümlədə bu cavabları tapmaq nisbətən daha asandır. İnkar cümlədə biz fikir veririk ki, not hara artırılıbsa, onunla da düzəlməlidir. Məsələn, isn't-dır, demək ki, is-ə artırılıbdır, is-lə düzəlir. Məsələn, don't-dur, do-ya artırılıbdır, demək ki, do-dan istifadə etmək lazımdır. Və mübtədanı əvəzliyi ilə dəyişməyə diqqət edirik. Bu zaman cinsə xüsusi fikir veririk. Təhliyə, cəmliyə xüsusi fikir veririk. Məsələn, my niece yazıbdır. My niece mənim bacı qızım deməkdir və ya bacı qardaşımın qızı deməkdir. Demək bu zaman nə edirik? Qadın cinsində olduğuna görə ikinci tərəfdə she demək lazımdır. Eləcə də my nephew mənim bacı oğlum və ya qardaş oğlum, oğlan, yəni kişi cinsində olduğuna görə ikinci tərəfdə he-dən istifadə eləyirik. Yəni əvəzliyin dəyişməyinə xüsusi diqqət etmək lazımdır. Eləcə də cümlədə olan işarə əvəzliklərinə diqqət edirik. Təhlik bildirən, təhliyi göstərən işarə əvəzliklərini it-lə əvəz eləyirik. Cəmliyi bildirənləri z-lə əvəz eləyirik. Məsələn, this və that olanda it-lə əvəz eləyirik. Məsələn, this is your book, this-dən istifadə edildiyinə görə ikinci tərəfdə onu it-lə dəyişirik. Eləcə də those books are yours. Burada those-dan istifadə elədiyinə görə və bu cəmlik bildirdiyinə görə ikinci tərəfdə they-dən istifadə etmək lazımdır. Və törəmə əvəzliklər somebody, something, anyone, anything və s. bunlara necə fikir verəcəyik? Əgər sing ilə bitən törəmə əvəzliklərdirsə, məsələn nothing, anything, something kimi, bu zaman bunu it-lə dəyişirik. Məsələn, everything is ready, hər şey hazırdır. Bu sing ilə bitdiyinə görə ikinci tərəfi it-lə dəyişirik. Isn't it demək lazımdır. Yox, əgər törəmə əvəzliklər body və ya one ilə bitirsə, bu zaman onları z ilə dəyişmək lazımdır. Məsələn, everybody. Burada body ilə bitibdir. İkinci tərəfi z ilə yox, artıq it-lə yox, artıq z ilə dəyişmək lazımdır. Və there is, there are, eləcə də there was, there were tipli cümlələrdə there olduğu kimi qalmalıdır. Məsələn, necə olacaq? There are many cars, çoxlu maşınlar var. Burada there-dən istifadə edildiyinə görə sual hissəsində, yəni ikinci tərəfdə there olduğu kimi qalır. Yəni onu artıq götürüb z ilə dəyişmək olmaz. Və əgər birinci hissə dedik ki, inkardadırsa, ikinci hissəni təsdiq veririk. Əgər birinci hissədə inkarlıq bildirən sözlər vardısa, ikinci hissəni təsdiq veririk. Burada görürsünüz ki, hardly və scarcely sözlərini böyük hərflərlə yazmışam. Səbəb odur ki, biz no, nobody və s. bunu asanlıqla anlayırıq ki, inkarlıqdır, ikinci tərəfi təsdiq veririk. Bu asandır. Amma hardly və scarcely işlənəndə biz buna bəzən diqqət etmirik. Yəni siz xüsusi fikir verin. Əgər birinci tərəfdə hardly və ya scarcely vardısa, ikinci tərəfi mütləq ki, təsdiqdə vermək lazımdır. Çünki hardly no-ya bərabərdir. Məsələn, he hardly learns English. Baxanda çox insan deməz burada inkarlıq var, amma hardly özü inkarlıq bildirir. Buna görə də ikinci tərəfi təsdiq veririk.
Bir də biz diqqət etməliyik, indiki və keçmiş zamanı eyni olan feillərə. Bəzi feillər var idi ki, həmin feillərin indiki və keçmiş zamanı eyni idi. Məsələn, let, cut, cost və s. Bunların indikisi və keçmiş zamanı eynidir. Üçüncü şəxsin təkində əgər bu feillər SES qəbul eləyibsə, demək ki, doesn't olacaqdır cavabımız. Yox, əgər qəbul eləməyibsə, didn't olacaqdır. Məsələn, she reads books. Demək, burada she üçüncü şəxsin təkidir. Ondan sonra reads gəlib və sonunda s sonluğu var. Demək ki, bu indiki zamandır və cavabda doesn't seçməliyəm. Yox, əgər she read olsa, yəni yuxarıdakı ilə fərqini görürsüz yəqin ki. Sonunda SES qəbul eləməyibsə sözümüz, deməli bu zaman keçmiş zamandır. Keçmiş zaman olanda didn't-dan istifadə eləyirik. Və zamanın eyni olmağına diqqət eləyin. Məsələn, can indiki zamandır. İkinci tərəfə götürüb could, yəni keçmiş zaman yazmaq olmaz. Nədirsə zaman onun eynisini veririk. Yəni can-dirsə cannot, could olsaydı couldn't. Və let apostrof s olanda biz bilirik ki, let apostrof s bərabərdir let as-a. Yəni as bizə deməkdir. Yəni we olacaqdır. Yəni shall we-dən istifadə edilir. Yəni cümlədə let apostrof s vardırsa, bu zaman shall we-dən istifadə edirik. Əgər cümləmiz əmr cümləsidirsə, biz will you, want you, wouldn't you-dan istifadə edirik və I am-ə iki cür cavab vermək olur. I am I not və yaxud da ki, aren't I-dən istifadə eləyirik. Bunları ötəri izah eləməyimin səbəbi odur ki, bunlar testə düşmür. Sadəcə olaraq qayda kitablarında var idi deyə istədim ki, mən də izah eləyim. Və burada deyə bilərsiniz ki, aren't I nə əlaqə? Spoken English-da, yəni danışıq dilində, xüsusən tag questionlarda istifadə edilir. I-nan aren't istifadə edilə bilir.